Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün sizinlə 9-cu sinifdən cümlə və sadə cümlənin təsdiqatı mövzunun suallarına baxacağıq. Başlamamışdan əvvəl müəyyən qeydlər etmək istəyirəm. Uşaqlar, mən həmişə bildirdiyim kimi burada və bildirirəm. Mənim də test videolarımdan siz nəsə dərs öyrənə bilməzsiniz. Yəni qaydanı oxumadan gəlib mənim tapşırıqlarımı işləyərək görürsüz ki, burada ətraflı izah yoxdur. Bütün və ona şikayət yazaraq, yəni bunun mən onsuz bilirəm nə paylaşıram, nə qədər deyirəm. Variantlarda daha çox düzgün cavabların nəyə görə düz olduğunu bildirirəm. Çünki siz də əziyyət çəkirsiniz, valideynləriniz də əziyyət çəkir, müəllimləriniz də əziyyət çəkir. Gəlib hamısını hazır götürməyə ehtiyac yoxdur. Biraz sizin özünüz də əziyyət çəkib özünüz də oxumalısınız. Ona görə biraz sizdən, biraz məndən, biraz sizin müəlliminiz, repetitorunuz, məktəb müəlliminiz sizlə məşğul olur, özünüz məşğul olursunuz. Mənim videolarımda tez, sürətli şəkildə test işləməyi, daha çox nələrə diqqət eləməyi, daha sürətli necə etmək olarsa çalışıram ki, onu eləyim. Ona görə şərhlərdə ancaq tənqidi baxır, tənqidə uşaqlar. Əgər mən tənqidlərə açıq olmasaydım, bütün şərhləri bağlayardım. Heç kim mənim videolarıma şərh yaza bilməzdi. Ona görə şərhiniz varsa, sualda səhv varsa, səhv izah eləmişəmsə, açıq şəkildə yaza bilərsiniz. Burada hər hansı problem yoxdur. Amma az izah edirsiniz, sizdən müəllim olmaz, nə savadsızsınız, bu kimi şeylər. Gəlin bir-birimizə qarşı hörməti qoruyaq. Mənim savadımı siz ölçmürsünüz və mənim əgər ölçü nəticələrdirsə, bunu da öz sahəm üzrə, öz işlədiyim regionda yetəri qədər nəticəm, yetəri qədər uğurum var. Bəli, bunu siz görməyə bilərsiniz. Amma gəlib araşdırıb tapa bilərsiniz. Amma burada sosial platformadır, bura videolar yüklənilir, amma heç bir müəllim bütün hər işini bura kökləmir. Çünki bir çox müəllim həm onlayn qruplar, həm onlayn dərslər, sınaq qrupları, ödənişli qruplar yaradır və dərs keçir, çox da əla eləyirlər. Hər kəsinə öz işində uğurlar arzulayıram. Mənim hal-hazırda onlayn dərs keçməyə vaxtım olmadığına görə, yəni qruplarım və bir neçə başqa işim olduğuna görə mən buradan onlayn dərslər götürmürəm. Amma onlayn dərslər vaxt gələr açaram, onda görərsiniz. Görün mənim keçdiyim dərsi bəyənəcəksiniz yoxsa bəyənməyəcəksiniz. Burada isə müəyyən qədər üzdən və variantların daha çox hansının doğru olduğunu, bir də dərslərə görə dəyişir. Məsələn, burada bu dərsdə mən bir neçə cümlənin izahını verib sonra daha sürətli keçəcəm. Çünki bu dərslərin müəyyən qədər izaha ehtiyacı var. Keçirik vaxt itirmədən. Bu arada mən dünənləri 1 saat 10 dəqiqəlik videonu çəkmişdim. Sadəcə videoda səs yığılmadığına görə mən yenidən çəkməli oluram. Vaxt itirmədən keçirik suallarımıza. Biri əmr cümləsidir. Əmr cümləsinin xəbər əmr şəklində olmalıdır. Əmr şəkli. Deməli, cavabımız A variantıdır. Nəyə görə A variantıdır? Keçməsin əmr şəklindədir. Gətirib çıxartdı. Çıxartdı xəbərdir. Bir dəqiqə. Keçmə. Var olsun nida. Sonda nida qoyulub. Nida cümləsidir. Əmr cümləsinin sonunda nöqtə qoyulur. Biz getməliyik, kim getməliyik, şəxs sonluğuna görə ümumiyyətlə müəyyən şəxs olduğunu görürük. Gördün də bu işlərin axırı nə oldu? Yenə deyirəm, nida cümləsi oldu burada. Qeyri-müəyyən şəxsi cümlələrin hansı cümlələr əsasında formalaşır? Xəbərin və xəbəri də üçüncü şəxsin cəmində olur. Qeyri-müəyyən şəxsi cümlələr xəbərin əsasında formalaşır və xəbər üçüncü şəxsin cəmində olur. Şəxsiz cümlənin xəbəri neçənci şəxsdə olur? Üçüncü şəxsin təkində. Əzbərləmək lazımdır. Maşın kərvanı şəhərə daxil olanda artıq nə idi? Gecə yarısı idi. Nə zaman? Maşın kərvanı şəhərə daxil olanda. Birbaşa burada hər hansı bir mübtəda yoxdur və mübtədanı bərpa da edə bilmirik. Ona görə şəxssizdir. Həm də üçüncü şəxsin təkindədir. İki dostun arasına girməzlər. Bu atalar sözünə, yəni məsələ atalar sözünə, hikmətamiz ifadələrə aiddir və xəbər də üçüncü şəxsin cəmindədir. Bir də ikinci şəxsin təkində olur ümumi şəxsi cümlələrdə. Burada üçüncü şəxsin cəmində olduğuna görə biz bunu ümumi şəxsi cümlə kimi qeyd eləyəcəyik. Ehtiyacı olan bütün ailələrə bayram töhfəsi verdilər. Burada kimin verdiyi haqqında məlumatımız yoxdur. Hikmətamiz ifadədə deyil. Hər hansı bir hadisə olub, ona görə bayram töhfəsi veriblər. Bu da qeyri-müəyyən şəxsi cümləyə gedir. Həm də üçüncü şəxsin cəmindədir. Cavabımız B variantı. Şəxsiz cümləni müəyyən edin.
Yeni qonşumuz mehriban adamdır. Kim qonşumuz? Bu oldu müəyyən şəxsli. Ağızları sulamağa başlamışdılar. Larlərlə olduğuna görə qeyri-müəyyən şəxsli. Belə şeyə bir də təsadüf edilməz. Cavabımız C-dir, mübtəda yoxdur. Abituriyentlər öz biliklərini nümayiş etdirdilər. Kim abituriyentlər? Səngərləri möhkəm qoruyurlar. Kim? Onlar. Həm də yəni kim deyəndə ki, onları düşünə bildiyimizə qeyri-müəyyən şəxsi cümlə deyirik. Cavabımız oldu C variantı. Xeyri ziyanından çox idi. Onun xeyri, buradakı xeyri sözü mənsubiyyət çəkiltisini qəbul edib. Ona görə mənsubiyyətçi adlıqdır. Nə idi? Çox idi. Nədən? Ziyanından. Burada müəyyən şəxsli cümlədə mübtədaya rast gəlirik. Çox gəzən çox bilər. Kim çox nə edər? Nə qədər bilər? Çox bilər. Kim? Çox gəzən. Çox gəzən çox bilər. Cümlədə mübtəda olduğuna görə buna müəyyən şəxsli deyəcəyik. Qaldı 125 sual. Hər 10 dərədən bir neçə sualımız qalıb, onu sizə deyəcəm. Çünki dünənlər işləmişəm tamamilə və heyf ki 57 dəqiqəlik videom boşa getdi. Müəyyən şəxsi cümləni müəyyən. Gecədən xeyli keçmişdi. Cümlədə mübtəda yoxdur. Ehtimal ki, burada onun tanışlarına rast gəlmək olar. Cümlədə mübtəda yoxdur. Oğlum, dediklərinə əməl olundu. Cümlədə mübtəda yoxdur. Məgər Ramazanov şəhəri tanımırlar? Qeyri-müəyyən cümlədə mübtəda yoxdur. Gələnlərin çoxu onun doğma qohumları idi. Kim idi? Onun qohumları idi. Kim? Gələnlərin çoxu. Cümlədə mübtəda olduğuna görə buna deyəcəyik müəyyən şəxsi cümlə. Müəyyən şəxsi cümləni müəyyən edin. İmtahanın nəticələri açıqlandı. Nə etdi açıqlandı? Nə? İmtahanın nəticələri. Bu müəyyəndir. Böyüyə hörmət edərlər. Ümumi şəxsi cümlə. Körpələr evinə yardım edildi. Kimisə tərəfindən edildi, məlumatımız yoxdur. Şəxsiz cümlə. Yaz aylarının ortaları idi. Birbaşa xəbərdən ibarətdir, şəxsiz cümlə. Dəniz kənarında gözəl bir ev. Cümlədə xəbər yoxdur, xəbərlik şəkilçisi yoxdur. Ona görə də buna deyəcək adlıq cümlə. Avqustun ortaları yaşıl meşələrlə əhatə olunmuş gözəl bir kənd, mərkəzdə ucalan yaraşıqlı bir ev. Cümlədə xəbər yoxdur, xəbərin şəkilçisi də yoxdur. Ona görə deyəcək adlıq cümlə. Nəhəng Pekin stadionu, azərkeşlərin gürultulu alqışları, Elnur Məmmədlinin parlayan gözlərində sevinc yaşları. Cümlədə xəbər yoxdur, xəbər şəkilçisi yoxdur, iştirak etmir. Belə cümlələrə adlıq cümlələr deyilir. Sadəcə bir əşyanın məfhumatı çəkilməklə məlumat verilir. İntonasiyanın köməyi ilə əmələ gəlmiş sual cümləsini müəyyən edin. Dərslər sabah başlayır. Cavabımız adı nəyə görə digərləri deyil. Bəs sual ədatıdır. Olacaqmı sual ədatıdır. Kim sual əvəzli idi? Harayadır sual əvəzli idi. Ona görə cavabımız oldu A variantı. İkinci dərəcəli üzvlərin iştirak etmədiyi. İbrahimi orduya çağırdılar. Nə etdilər? Çağırdılar kimi? Burada da bu qeyri-müəyyəndir. Hər deyilənə fikir verməzlər. Bu ümumi şəxslidir. Hərənin öz işi var. Baxın, nə var? Hərənin öz işi var. Prezikativ xəbərdir. Hər hansı suala cavab vermədən xəbər olur. Bu müəyyən şəxslidir. Sərhəddə sakitlik. Nə idi sakitlik idi? Harada? Sərhəddə. Burada zərflik var. İkinci dərəcəli deyir ki, iştirak etmədiyi şəxsiz cümlə. Qışın ortaları idi. Nə idi? Qışın ortaları idi. Xəbər birbaşa üçüncü növ təyini söz birləşməsindən, yəni ismi birləşməklə ifadə olunub. Biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsi cümlə deyil. Vətənin qeyrətli övladları nə edirdilər? Mübarizə aparırdılar. Kim? Vətənin qeyrətli övladları. Yayın qızmar günəşi parıldayır. Nə edirdi? Paralayır. Nə? Yayın günəşi. Universitetin son kurs tələbəsi nə etdi? Qalib gəldi. Kim? Universitetin son kurs tələbəsi. Sürücü Cəmil gecikirdi. Nə edir? Gecikirdi. Kim? Cəmil. Hansı Cəmil? Sürücü Cəmil. Müəllimin kiçik oğlu, müəllimin oğlu dəmir yol mühəndisi idi. Deməli, burada təyindən istifadə olunan bir cümləmiz var. O da cavabımız D variantı olacaq. Burada 2 dənə səhifəmiz var uşaqlar. Orada demək olar ki, heç nə oxunmur. İnşallah ki, oranı başa düşərsiniz. Siz özünüz kitabınızda baxarsınız. Ona yenə xəbərdarlıq edildi. Xəbəri üçüncü şəxsin təkdir və cümlədə mübtəda yoxdur. Bu birbaşa şəxsiz cümlədir. Şəxsiz cümləni müəyyən edin. Əksəriyyət azadlıq və demokratiya tərəfdarıdır. Nədir? Azadlıq və demokratiya tərəfdarıdır. Kim? Əksəriyyət. Tapşırıqları özün başa düşməlisən. Nə etməlisən? Başa düşməlisən. Kim? Sən. Müəyyən şəxslidir. Sərginin ən gözəl şəkillərindən ibarət albomuna bir də nəzər saldıq. Birinci şəxsin cəmi, yəni biz olacaq burada, bu olacaq müəyyən şəxsdir. Təntənəli gecə üçün gözəl bir proqram hazırlandı. Nə etdi? Hazırlandı. Nə? Proqram. Bu da müəyyən şəxsli. İclasda nədənsə bu məsələyə toxunulmadı. Bu nədir? Toxunulmadı nəyə? Məsələyə, harada? İclasda cümlədə mübtəda yoxdur. Cavabımız E variantı. Şəxsiz cümləni müəyyən edin. Dünən idarənin sənədlərini yoxladılar.
Nə etdilər? Yoxladılar. Onlar qeyri-müəyyən. Sizin tapşırıqlarınıza əməl edildi. Cavabımız şəxssiz bu olmalıdır. Həyatın mənası təkcə yemək içmək deyil. Nədir yemək içmək deyil? Nə? Həyatın mənası. Dostu dar gündə tanıyarlar. Bu üçüncü şəxsin cəmi ilə ümumi şəxsi cümlə. Sabahki toplantıya mütləq gələrsən. Bu da məlum, yəni məlum nədir? Müəyyən şəxsi cümlə. Cavabımız B variantı. 20 sualımız getdi, qaldı 115 sualımız. Biri müəyyən şəxsi cümlə deyil. Göz gördüyünə inanar. Nə? Göz. Bu məsələdən az danışıldı. Bu müəyyən deyil. Cümlədə mübtəda yoxdur. İkisi də toz qalxdı. Nə? Nə azalmışdı? Gedik gəliş. Növbətçiyəm birinci şəxsin təkində olan xəbərli şəkilçisi ilə biz mübtədanı rahat şəkildə bərpa edə bilirik. Biri yalnız baş sözlərdən ibarət müəyyən şəxsi cümlədir. Hələ də qar yağır. Nə yağır? Qar yağır. Bu zərflik var burada. Göylər nə ilə? Tamamlıq var. Günəşin rəngi nədir? Sapsarıdır. Nə? Günəşin rəngi. Cavabımız yəqin ki C olacaq. Mənim işim indi çoxdur. Nə qədərdir çoxdur? Nə mənim işim indi zərflikdir. Olmaz. İlin əvvəlləri idi. Bu da şəxsiz cümlədir. Növbəti sual. Şəxsiz cümlə hansıdır? Kimdən qorxursan? Sən qorxma, mən buradayam. Allah xalqımızda olsun mübtəda. Çoxu inanmırdı mübtəda. İndi gecdir. Birbaşa şəxsiz cümlədir. Cümlədə mübtəda yoxdur. Əvəz eləyə də, bərpa eləyə də bilmirik. Hansı şəxsiz cümlədir? Geriyə baxma qoca, sən baxma. Mahnı qaldı. Mən unuda bilmirəm. Müəyyən şəxslidir. Bugün ayın 3-üdür. De gülümdən ayna, ninay, girmə bostan 2-dir. Ya girmə bostan 2-dir. Sən oradan çıx, mən buradan. Deməli, burada bu mahnı biz bir dəfə oxumuşduq. Yenə gəldi. Nədir ayın 3-üdür, nə zaman bugün? Bu şəxsiz cümlədir. Sən həmişə mənimləsən, kimsən? Bura kimi gələnlər, sizə təşəkkür edirəm. Buradan mənə salamlarınızı göndərə bilərsiniz. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Cüzəni payızda sayarlar. Ümumi şəxslər. Həkimlər xəstəni kim həkimlər? Səhərə yaxın bizi oyatdılar. Onlar düşünə bilirik, qeyri-müəyyən. Hər sözə qulaq asmalılar. Ümumi şəxsli. Uşaqlar qız qalasının zirvəsində dayanmışlar. Kim uşaqlar? Mübtəda var. Cavabımız C variantı. Şəxsiz cümləni müəyyən edin. İstirahət əmri verilən kimi çoxlarını yuxu tutdu. Nə etdi? Yuxu tutdu. Kimi çoxlarını? Burada yoxdur. Başımı, beynimi ovub yedilər. Qeyri-müəyyən, nə əkərsən onu biçərsən A variantıdır. Burada nə əkərsən onu biçərsən sənə aiddir. Hətta bu sənə yox ha, atalar sözüdür. Hər kəsə aiddir. Kitabı aldım və oxudum. Mən oxudum. Burada birinci şəxsin təkinin xəbərli şəkilçisi. Xəzərin sularında bərq vurur ay işığı. Nə bərq vurur? Ay işığı müstəda var. Cavabımız oldu A variantı. Hansı sual cümləsi cavab tələb etmir? Tətili Şuşada mı keçirəcəksən? Bəli. Axşam tədbirə gələcəksənmi? Bəli. Kim öz ayranına tuş dəyər? Bu məsəldir. Baxacağıq. Dostunu görə bildimmi? Bəli. Nəsimin nəsələni? Bəli. Bu kim öz ayranına tuş dəyər? Yəni bunun konkret cavabı yoxdur. Deyən də olar, deməyən də olar. Məsələ görə demirəm. Yəni bu ümumi bir fikirdir. Ona görə biz bunu cavabı olan sual kimi qəbul etmirik. Bədii sual cavabı olmayan sual kimi qəbul edirik. Biri nəqli cümlə deyil. Əlbəttə, məqsədindən uzaq düşməməlisən. Bu nəqli cümlədir. Deməli, nəqli cümlə deyilsə, deməli bu əmr cümləsidir ya da sual cümləsidir. Burada axırda sual və nida olmadığına görə, deməli, sual və nida olmadığına görə bütün variantlara baxmalı olacağıq. Hər bir insanın şəxsi həyatı var. Uyğun deyil, yaxşıdır. Yəni cümlə bitmir. Deməli, sual nida olmadığına görə biz əmr şəklini axtaracağıq. Əmr şəkli burada demə ha. Onu biz nəqli cümləyə çevirə bilmirik. Yalnız baş sözlərdən ibarət fe'li xəbərli cümləni müəyyən edin. Yalnız baş sözlərdən ibarət fe'li xəbərli cümlə. Deməli, bu ism baxın. Gəlin ismi xəbərləri çıxaq. İsmi xəbərli. Burada qaldı fe'li xəbərli. Fe'li xəbərli gülümsədi. Bir də var ki, baxdım. Nəyə baxdım? Filmə. Burada tamamlıq var və kim ilə tamamlıq var. Burada yalnız baş sözü deyil. Ona görə şəfqət bacısı gülümsədi. Cavabımız oldu B variantı. Dünəndən ön cəbhədə sakitlikdir. Cümləsinin şəxsə görə növü. Dünəndən nədir? Sakitlikdir. Harda? Ön cəbhədə. Zərflikdir ikisi də. Yəni çəkməyimə ehtiyac yoxdur. Çünki bu təhlil deyil. Ona görə şəxsizdir. Şəxsiz. Əli gəlib çıxanda gecədən xeyli keçmişdi cümləsinin şəxsə görə növünü müəyyən edin. Əli gəlib çıxanda gecədən xeyli keçmişdi. Burada da yoxdur.
şəxs olmadığına görə, mübtəda olmadığına görə əvəz eləyə bilmirik. Ona görə bu olur şəxssiz cümlə. Növbəti, adlıq cümlələri müəyyən edin. Baharın ətri gəlir. Quşlar oxuyur. Burada xəbər var. Qışın son ayıdır. Xəbərli şəkilçisi var. Burada yoxdur. Aydınlıqdır. Xəbər və xəbərli şəkilçisi. Xəbərlik və xəbərli şəkilçisi. Cavabımız C variantı. Adlıq cümləni müəyyən edin. El hara, sən də ora. Bu el hara gedirsə sən də ora get. Burada adlıq cümlə deyil. Heç nədən qorxmurdu gidlərimiz. Xəbər var. Burada yoxdur. Qazanasan xəbərli şəkilçisi, alimdir xəbərli şəkilçisi. Atalar sözü və məsələlər, hikmətli sözlər daha çox sadə cümlənin hansı növündə ifadə olunur? Cavabımız ümumi şəxsli. Aha, artıq biz demək olar ki, neçə 35-100 sualımız qalıb, 100 sual. Haqq söz axar, suları saxlar. Nə? Söz axar, suları saxlar. Nə? Söz. Ona görə cümlədə mübtəda olduğuna görə müəyyən şəxsli deyirik. Nümunədəki vasitəsiz ilk şəxsə görə cümlənin hansı növünə aiddir? Dünən müəllimim mənə yaman acığı tutmuşdu. Nə etmişdi? Müəllimin acığı tutmuşdu. Frazeoloji birləşmə ifadə olunub şəxssiz cümlədir. Burada şəxs qoya bilmirik. Şəxssiz cümlə içəridə nə idi? Haykü idi. Harada içəri? Cavabımız adım. Rəngi qəflədən onun rəngi. Burada mübtəda var. Bütün vücudu ilə səs gələn tərəfə döndü. Kim o? Qoya bilirik. Dönüb evlərinin gün işığına heyrətlə baxdı. Kim o? Beyləqan yolundakı ağaclarda çoxlu quş yuvaları görünürdü. Nə? Quş yuvaları. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Maarif gözlərin ziyasıdır. Nə? Maarif. Burada mübtəda var. Yenicə məlumat verdilər. Bu məlumatı verdilər. Qeyri-müəyyən təsirlik olduğuna görə kimlərin verdiyi haqqında məlumatımız yoxdur. Heç sən getməyib. Kim o? Müəyyən. Burada başımızın böyüyüdür. Kim o? Müəyyən. Ümumiyyətlə qeyri-müəyyən şəxsi cümlə 3-cü şəxsin cəmində olmalıdır. Gec gələcəyini söyləmişdi. Kim o? Cavabımız oldu B variantı. Əmr cümləsini müəyyən edin. Vacib şəkli əmr cümləsində olmur. Əmr cümləsinin sonunda nida işarəsi işlədilmir. Əmr cümləsi xəbər şəklində olmur. Xəbər şəklində olmur. Yerdə qaldı. İzin ver qolumu salım boynuna. Salım və izin ver əmr şəklində işlədilib. 40. Biri müəyyən şəxsi cümlədir. İstəsən alaram. Müəyyən şəxsli. Sən istəsən mən alaram. Amma bilirsən ki, müəyyən şəxs sadə cümlədir. Bu mürəkkəb cümlədir, tabelidir. Bilirsən ki, nəyi bilirsən, tabelidir. İşləri nizama salsınlar. 3-cü şəxsin cəmindədir və onlar yoxdursa bu qeyri-müəyyəndir. Şəmsi xanımın dediklərindən razı qalmadılar. Kim onlar? Cümlədə mübtəda yoxdur. İşləməyən, dişləməz. Kim işləməyən? Bu sizi çaşdırmasın, çünki burada cümlədə mübtəda var. Deməli 40 sualımız çıxdı, qaldı 95 sualımız. Ertəsi gün Həsən bəyi jandarm idarəsinə çağırdılar. Kim çağırıb bu haqqda məlumatımız yoxdur və onlar deyə düşünə bilirik. Olur qeyri-müəyyən şəxsi cümlə, həm də 3-cü şəxsin cəmindədir. Sual cümlələrindən biri sual əvəzinin köməyi ilə yaranıb. Görəsən Nadirin halı necədir? Bu ola bilər. Anadan xəbər, bu sual intonasiyasıdır, bu da intonasiyasıdır, bu sual ədatıdır, bu da sual ədatıdır. Sual cümlələrin birində biri sual əvəzliyinin köməyi. Kimin gəldiyini gördünmü? Burada həm sual əvəzliyi var, həm sual ədatı var. Bu olmaz. O hissli paslı daxmada can sıxıntısından başqa nə görəcəyəm? Nə görəcəyəm? Burada sual əvəzliyi var. O sənin yanına tez-tez gəlib gedirmi? Sual ədatıdır. O da Yusif kimi bütün işləri korlamaz ki, sual ədatıdır. Kəndin qırağında quzu deyildimi? Sual ədatıdır. Cavabımız olacaq B variantı. Xəbəri fe'lin vacib şəkildə ifadə olunan müəyyən şəxsi cümləni müəyyən elə. Gərək hər dəqiqənin qədrini biləsən. Xəbəri fe'lin vacib şəkildə. Gəlin vacib şəklinə oxşayanları. Bu ası var burada, olmaz. Biləsən olmaz. Yəni arzu şəklidir. Malı var, malı var, malı var. Səni vaxtında çağırmalıdırlar. Vacib müəyyən şəxsi dediyinə görə burada kim olmalıdır? Yoxdur. Gülməlidir fe'li sifətli, yerdə qaldı C variantı. Saxlamalıyıq müəyyən şəxsi cümlə və birinci şəxsin cəmində. Dumanlar dağlardan çəkdi çətrini. Bu müəyyən şəxslidir. Çəkən dumanın özüdür. Cümlədə mübtəda var. Ona görə müəyyən şəxsi cümlədir. Nidanın işləndiyi nida cümləsi hansıdır? Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı. Burada nida işlənməyib. Ata həbs etdilər yazıq elləri. Nida işlənməyib. Aman diləyənə aman ver Allahım. Nida işlənməyib. Azərbaycan əskərinə eşq olsun. Nida işlənməyib. Ah, duyan, düşünən nə bəxtiyardır. Burada ah nidadır və nida cümləsində işlənib.
Sual işarəsinin yerinə yazıla biləcək ifadəni müəyyən edin. Mübtəda əsasında yaranır adlıq cümlə, şifahi nitqdə demək adlıq cümlə. Birbaşa. Şəxsiz cümləni müəyyən edin. Oyunçuların kobud hərəkətindən heç xoşumuz gəlmədi. Cavabımız budur, çünki xoşu gəlmək frazeoloji birləşmə sizi çaşdırmasın. Səhərin gözü açılanda yola düşdük. Kim biz? Çöllər nə? İşə başladılar qeyri-müəyyən. Kərim Cəmil ilə rastlaşanda səhhət tamam pozulmuşdu. Nə səhhəti? Onun səhhəti. Cavabımız oldu elə A variantı. Burada mübtəda var idi, müəyyən idi. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Əlimizdən gələni etdik. Qeyri-müəyyən şəxsi cümlə. Əlimizdə bu qeyri-müəyyənsə lara baxmalıyıq. Deməli bu üçüncü şəxsin təkindədir, birinci şəxsin cəmindədir. Çıxarıldı üçüncü şəxsin təkindədir, ikisinə baxacağıq. Bugünün işini sabaha qoymazlar. Bu ümumi hər kəsə aiddir, ümumi şəxslidir. Elə bil onun üstündə, elə bil sanki güya sözlər işlənirsə bu qeyri-müəyyən şəxslidir. Cavabımız C variantı. Biri müəyyən şəxsi cümlədir. Hər sözə gülməzlər, bala, bu ümumi şəxslidir. Xəzər dənizinin adaları bir çox faciənin şahididir. Nə? Xəzər dənizinin adaları. Cavabımız B-dir. Həyatının ən mənalı illəri şəxsizdir. Füzulinin qəzəllərini əzbərdən söyləyirdilər. Qeyri-müəyyəndir. Sanki işlənibsə və larla bitirsə bu qeyri-müəyyəndir. Şəxsiz cümlə haqqında fikirlərdən biri səhvdir. Xəbərin yalnız feillə ifadə olunur. Xeyr, ismi xəbər. Məsələn, orada sakitlikdir. Var belə cümlə. Orada yalnız xəbər ismi xəbərdə ola bilər. Ona görə cavabımız A'dır. Bu tip suallar öyrədici suallardır. Bu 4 dənəni maşallah bu kimdirsə dayanmadan yazır. Deməli fikrim qaldı orada. Deməli xəbər əsasında formalaşması sadə cümlənin bir növüdür. Düzdür. Xəbər yalnız üçüncü şəxsin təkində olur. Bütün cümlənin tərkibində ikinci dərəcəli üzvlər iştirak düzdür. Mübtədası olmur, təsəvvür edilə bilmir. Cümlənin şəxsə görə növləri. Ehtiyatlı oğulun anası ağlamaz. Kim ağlamaz? Oğulun anası müəyyən. Hər bir günahkarın cəzasını gərək vaxtında verəsən. Bu artıq burada zəng gəldiyinə görə mən gərək saxlayıb davam edəyəm. Aha, zəngə cavab verdikdən sonra davam edirik dərsimizə. Artıq 50 sual işləmişik, 85 sualımız qalmış, düzdür? Cümlələrin şəxsə görə müəyyən şəxsli hər bir günahkarın cəzasını vaxtında gərək verəsən. Ümumi şəxslidir, ikinci şəxsin təkindədir və hər kəsə aiddir. Bu sözdən Cahan xanımın qanı qaraldı. Bu şəxsiz cümlədir. Müəyyən, ümumi və şəxsiz. Müəyyən, ümumi, şəxsiz D variantı. Növbəti sual. Böyük sözünə baxmayan böyük bəlaya düşər. Kim? Böyük sözünə baxmayan. Cümlədə mübtəda var, müəyyən şəxsli. İndi hər yerdə abituriyentlər qarşılaşırsan, hər kəs aiddir, ümumi şəxsli. Dünəndən bəri Səfiqulu bəyin ağlı başına gəlmişdi. Bu şəxsiz cümlə. Müəyyən, ümumi, şəxsiz. Deməli cavabımız E variantı. Biri şəxsiz cümlə deyil, yola çıxmaq vaxtı idi. Nə idi? Yola çıxmaq vaxtı idi. Bu yalnız xəbərdən ibarətdir. Respublikamızın gündən günə gözəlləşməsi nə? Nə edir? Sevindirir. Deməli cavabımız B variantı. Bu müəyyən şəxsli. Tapşırığa vaxtında əməl edildi, şəxsizdir. Düzü ona çox yazığım gəlir. Bu şəxsizdir. Küçədə tam sakitlikdir, şəxsizdir. Biri şəxsiz cümlə deyil. Sinifdə tam sakitlikdir, şəxsizdir. Sərin bir baha gedir, şəxsizdir. Yalnız bu xəbərdən mübtəda və xəbər və təyindən ibarətdir. Sinifdə tam sakitlikdir, yalnız xəbərdən ibarətdir. Nədir sakitlik? Harda sinifdə, orada zərflik də var orada. Bu güldən xoşum gəlir. Frazeoloji birləşmə ifadə olunub və xəbəri nədən güldən burada mübtəda əvəz edə bilmirik. Beləsindən təsadüf olunur, şəxsizdir. Mircəlalın romanları çox oxunaqlıdır. Nə? Mircəlalın romanları. Yalnız baş sözlərdən ibarət olan müəyyən şəxsi cümlə. Baxaq. Şəhərin geniş xiyabanlarını seyr etməkdən həzz alırdılar. Burada onlar yoxdur, qoya da bilmirik və qeyri-müəyyəndir. Nadir müəllimin bu sözləri nə? Nə indi ürəyimizcə idi? Əskərlərimizin döyüşlərdə uğur əldə etməsi nə? Əskərlərimizin döyüşlərdə uğur əldə etməsi qələbələrimizin başlanğıcı idi. Nə? Qələbələrimizin başlanğıcı idi. 3. Havaların soyuq keçməsi Muradın xoşuna gəlmirdi. 2, 3, 4 cavabımız oldu. D variantı. Avtobusun gecikməsinə alışmışdılar. Onlar qeyri-müəyyəndir. Yalnız baş sözlərdən ibarət olan müəyyən şəxsi cümlə. İmtahanların şəffaflığından söz ola bilməzdi. Burada mübtəda yoxdur. Ananın öyüdünü eşitməyən nə edər? Peşman olar. Kim? Ananın öyüdünü eşitməyən. Telefonun aramsız səslənməsinə oyandım. Kim? Mən, amma burada mübtəda yoxdur. Sadəcə şəxs onluğu ilə bilirik bunu. Vətəni sevmək mümkün deyil. Nədir mümkün deyil? Nə vətəni sevməmək.
2-4. Babalarımızın müdrik nəsihətləri nə? Nədir həyat dərsidir? 2-4-5. D variantı. Bir əmr cümləsidir. Ziniyyət nənəmgildə yaşamalı idi. Malı var burada vacib şəkli, uzaqlaşdırın əmr, alırmışlar xəbər şəkli, buranı tutmaz xəbər şəkli, getmərəm xəbər şəkli olanlar əmr cümləsini işlənə bilməz. Modal sözlə ifadə olunan sənin də əsla xeyr, əlbəttə. Modal söz. Yəqinlik və təsdiq. Sual əvəzliyin köməyi ilə əmələ gələn sual cümləsi hansıdır? 60-cı sualda artıq neçə sualımız qalıb? 75 sualımız. Sual əvəzliyin köməyi ilə əmələ gələn sual cümləsi. Cavab budur. Fransanın paytaxtını görürsə, bu ədatdır. Burada yaşayırsan, intonasiyadır. İntonasiyadır. Şəxsiz cümləni müəyyən edin. Dost dar gündə tanınar. Bu müəyyən şəxslidir. Heç rast gəlinmədi də. Gəlmədi deyil ha, gəlinmədi. Bu şəxsizdir. Bizi biraz danladılar. Qeyri-müəyyəndir. Qurumuş ağacları kəsdilər. Qeyri-müəyyəndir. Çünki onlar qoya bilir ki, onlar çəkə bilirlər. Nədir hamının arzusudur? Nə bu? Cavabımız oldu B variantı. 62-ci sual. Şəxsiz cümlə hansıdır? Odunu gətirdilər. Qeyri-müəyyən. Yayın isti günlərindən biri idi. Şəxsizdir. Qış gecələrində birində atam qayıtdı. Kim? Müəyyən. Danışan, qohumlardan kim danışan? Kəndə getdilər onlar. Yəni qeyri-müəyyən. Yenə bütün günü bağçanı dolaşıb Nazlını danışdırır. Qəlbindəki dəruni böhrandan rahatlıq tapmırdı. Kim? O. Onu rahat şəkildə bərpa eləyə biliriksə, bu birbaşa olacaq müəyyən şəxsi cümlə. O sana cavab verir bu. Məntiqə əsasən nöqtələrin yerinə hansı cümlədir? Burada səhv etmirəmsə, adlıq müəyyən şəxsiz olmamalıdır. Fabrik söhbətindən Çoban Vəlinin ağlı bir şəxsizdir. Tehranilərin qış sarayında geniş və zəngin naxışlarla işlənmiş bir zal adlıqdır. Ziyarətə gələn düşməndən heyf almazlar. Ümumi şəxslidir. Mirzə Səfər kənddə ikən qızı Hacı Əbdüləzizin oğluna verdilər. Qeyri-müəyyən. Qohum qardaşı Dədə bəyə ürəkdirək verməyə yığılmışdı. Kim? Qohum qardaşı müəyyən şəxsli. Cavabımız oldu A variantı. Bu cümlələri bir başqa sualda görəcəyik. Cümlələrin birində həm sual adatı, həm də sual əvəzliyi eyni intonasiyasını, yəni sual cümləsinin yaranmasına kömək edir. Bu o deməkdir ki, bir cümlədə həm sual adatı olsun, həm sual əvəzliyi olsun. Deməli, ən böyük həqiqət nədir? Bir dənə buradadır. Bu qüvvətləndiricidir. Nədir kür üstündə gördüyüm büsat? Sual əvəzlidir yalnız. Bəs və nə? İkisi də sual cümləsinin yaranmasına kömək edir. Digərinə heç baxmağa ehtiyac görmürəm. Hansılar müəyyən şəxsi cümlələrdir? Meşəni ov üçün çox gəzib yorulmuşdum. Müəyyən şəxslidir. Gecənin bir vaxt sanki məni oyatdılar. Qeyri-müəyyəndir. Üçüncü şəxsin cəmindədir və mübtəda yoxdur. Birazdan qaranlıq aləmi bürüdü. Nə qaranlıq bürüdü? Müəyyən şəxslidir. Ürəkaçan bir mənzərə idi. Şəxsizdir. Kim daha yaxşı oynayır? Burada müəyyəndir. Kim daha yaxşı oynayır? 1-3-5 C variantı. Həyat davam edir cümləsi nə üçün müəyyən şəxs sayılır? Çünki hər ikisi istifadə olunub. Deməli, baş sözlərin hər ikisinin iştirak etdiyinə görə. 68-ci sual. Cümlələrdən biri müəyyən şəxsdir. İsmailzadənin trestində sakitlikdir. Burada mübtəda yoxdur. Onları məktəbin həyətində gördük. Müəyyən şəxslidir çünki birinci şəxsin cəmindədir. Dəmiri isti döyərlər. Ümumi şəxsli günün batan vaxtı idi. Şəxsiz uşaqların getməyə icazə verilmir. Nəyə şəxsiz? Şəxsi cümlə hansıdır? Dəmiri isti döyərlər. Atalar sözü. Vaxta lap az qalır. Şəxsiz. Qapını döyürlər. Qapını döyürlər. Şəxsi. Qapını döyürlər. Qeyri-müəyyən. Vaxta lap az qalır. Şəxsiz. İmtahan vaxtının hazırlaşarlar. Ümumi şəxsli. Kimsə bura gəlir, kimsə müəyyən şəxsli. Cavabımız B variantı. Şəxsiz cümlə hansıdır? 65 sualımız qaldı. Şəxsiz cümlə hansıdır? Söhbətdə bu məsələyə toxunmuş olaraq bura kimi gəlmişsə yaralamışıq. Buradan da bir mənə qeyd edin. Gəlmisiniz, yenə deyirəm, bura qədər gəlmişsə, nə şərhiniz, nə iradınız, haqlı iradınız varsa bildirə bilərsiniz. Deyə bilərsiniz yenə sürətli uşaqlar. Bacardığım qədər bütün variantları deyirəm. Nədir, hansıdır? Yəni düşünürəm ki, daha necə istəyirsiniz, sonra deyərsiniz. Şəxsiz cümlə hansıdır? Söhbətdə bu məsələyə toxunulmadı. Nə etdi? Toxunulmadı. Şəxsiz cümlə söhbətdə bu məsələyə toxunulmadı. Maşallah, bir-bir yazacaq. Burada şəxsizdir. Kitab oxundu. Nə müəyyən. Onları məktəbdə gözləyirlər. Qeyri-müəyyən.
Biz kəndimizə çatanda qar yağırdı müəyyən. Gedənlər təzə müəyyən. Şəxsi cümlə gözəl bir hədiyyə alınıb. Nə alınıb hədiyyə müəyyən. Hamımız orada müəyyən. Onun xətrini çox istəyirik. Kim biz müəyyən. Ona görə də xüsusi hazırlaşmışıq. Kim biz müəyyən. Sabah Rüstəmin ad günüdür. Lap yaxşı. Ad günü mübarək. Burada Rüstəmin ad günüdür. Xəbər cümlədə mübtəda və ya yoxdur. Biri şəxsiz cümlə deyil. Baxaq, biri şəxsiz deyil. Bizim enerjimiz bitə bilər kompüterimizin. Bunu taxaq enerjiyə. Aha. Enerjiyə taxdıq deyəsən. Uşaqlar, bu kimi şeylər həm də biraz fasilə vermək üçün bir dəfəyə çəkməyə çalışıram. Amma çətin olur bir dəfəyə çəkmək. Onu da sizə bildirim. Biri şəxsiz cümlə deyərsən, müəllim, bəs bizə verəndə heç düşünmürsünüz ki, biz bir dəfəyə bunu işləyəcəyik. Biri şəxsiz cümlə deyil. Tapşırığa vaxtında əməl edildi. Şəxsizdir. Yola çıxmaq vaxtı çatanda səhər idi. Şəxsizdir. Artıq görüş vaxtı dəqiqləşdirildi. Nə? Görüş vaxtı müəyyəndir. Düzü ona çox yazığım gəlir. Ona çox yazığım gəlir. Bu frazeoloji birləşmə ilə ifadə olunur və şəxsizdir. Ona bu dəfə də icazə verilmədi. Kimisə tərəfindən verilməyib. Ona görə cümlədə mübtəda olan görüş vaxtıdır. Şəxsiz cümləni müəyyən edin. Yorulduğu üçün qaça bilmirdi. Kim? O. Yenə sizi axtarırlar. Qeyri-müəyyən. Gözlənilməz xəbərdən sarsılmışdıq. Müəyyən. Ona heç cür razı sala bilmədik. Müəyyən. Payızın günlərindən biri. Payızın günü bir dənə xəbərdən ibarətdir bu. Ortaya söz əlavə olunub. Cavabımız E. Şəxsiz cümləni müəyyən edin. Adam ayağını yorğanına görə uzadar. Kim adam? Dağların zirvəsi dumana büründü. Nə dağların zirvəsi? Bu işi sabaha saxlamayın. Bu işi sabaha saxlamayın. Nəyi işi saxlamayın. Sizdir bu. Bu ikinci şəxsin cəmidir. Səhərə qədər müzakirə davam etdirildi. Nə müzakirə? Narahatlığa son qoyuldu. Nə idi? Son qoyuldu nəyə? Narahatlığa. Bu şəxsizdir. Şəxsiz. Valla bu dərsin adını birbaşa şəxsiz cümlə qoysaydılar bu qədər çətin olmazdı. Yəni bilərdiksə ancaq şəxsiz axtarır. Bu qədər şəxsiz olar. Bəs o biri cümlələr cümlə deyil. Şəxsiz cümləni müəyyən edin. Cəmaət necə sən də elə deyil. Sən var burada. Cavab verən uşaqdan hamı razı qaldı. Hamı mübtəda var. Məsələ həll edilir. Nə məsələ? Qoy var olsun elin varı. Nə elin varı? Yığıncaqda bu məsələyə xüsusi fikir verildi. Cavabımız E variantı cümlədə mübtəda yoxdur və üçüncü şəxsin təkindədir. Şəxsiz cümlə hansıdır? Fevralın 25-dən 26-a keçən gecə idi. Budur. Su müəyyən, abituriyentlər müəyyən, səngərlər qeyri-müəyyən, ağacları sulamağa başlamışdılar qeyri-müəyyən. Hə, gəldi bu hissəyə. Uşaqlar, bu PDF-i mən etməmişəm. Bu hazır PDF idi, mən də götürmüşəm. Bu hissə yaxşı düşməyib. Bu hissədən gecə mən güclə oxuyub video çəkdim, amma bir şey yaramadı. Təzədən buranı zülüm çəkib oxumalıyam. Biri şəxsiz cümlə. Burada uşaqlar, bacardığım qədər oxuduğum həmin variantı deyəcəm. Birbaşa da digər variantı deməyəcəm. Biri şəxsiz cümlədir. Şəxsiyyətsiz insanlara çox yazığım gəlir. Nədir yazığım gəlir? Kimə insan? Elə cavabımız A variantıdır. Mübtəda yoxdur. Nədir? Uşaq burada nə deyir? Uşaq ağlamağa başladı. Nə uşaq? Küləyin gücündən bəziləri sınmışdı. Ağacların bəziləri müəyyən. Nahaq yerə uşaqlar nə? Uşaqları danlamışdım. Kim? Mən. Çoxları da müəyyən. Bizim meşələrə vəhşi heyvanlara az təsadüf edilir. Cümləsində şəxsiz cümlədir və ikinci dərəcəli üzvləri iştirak eləyib. İkinci D variantı. Bunu da işləmişəm. Ona görə birbaşa cavabı dedim. Gəlin deyəcəksiniz ki, mən niyə cavab dediniz? Əgər şəxsiz cümlədirsə, burada onsuz da baş üzvü olmayacaq. Nəyə var? Heyvanlara. 49. Biri şəxsiz cümlədir. Firodin bu tayfanın igid övladlarından biridir. Kim Firodin? Usta Mehdi mənim babamdır. Kim Mehdi? Qızım, Allahın bizə rəhmi gəlsin. Nə etsin? Gəlsin. Nə? Allahın rəhmi. Baxarıq buna. Daldan atılan nə ətal? Körpə gülüşü anamın sevincinin mayasıdır. Düzdür bu. Nə körpə gülüşü? Yerdə qaldı C variantı. Deməli, Allahın rəhmi gəlsin. Bu frazeoloji birləşmə olduğuna görə birbaşa xəbərdir. Məncə C olacaq şəxsiz cümlə olaraq. Şəxsiz cümlə hansıdır? Məktub vaxtında çatdırıldı. Nə məktub? Dərsə vaxtında gələrlər. Bu ümumi şəxsli. 5-ə 10 dəqiqə işləyir. Bu şəxsiz. Gedəni saxlamazlar. Ümumi şəxs. Şəhərdə yaşamağa üstünlük verirlər. Bir dəqiqə. 5-ə 10 dəqiqə işləyir. Verirlər də qeyri-müəyyən.
Hansı cümlə qeyri-müəyyən şəxslidir? Uşaqlar artıq 55 sualımız qaldı. Əla! Hansı cümlə 55 sual, 80-dır da. 35 oradan 20, hə düzdür 55 sual. Hansı cümlə qeyri-müəyyən şəxslidir? Bahar nə xoş gəlir, ruha dad verir. Nə bahar müəyyən. Yayın son günləri şəxsizdir. Birbaşa xəbərdən ibarətdir. Onlar yazıçının həyatı haqqında xeyli material topladılar. Kim onlar? Bu gün bizə xoş xəbər verdilər, qeyri-müəyyən. O hadisədən xeyli keçmişdir. Nədən? Bir dəqiqə. O hadisələrdən xeyli keçmişdir. Qeyri-müəyyən istəyir. Qeyri-müəyyən istəyir. Qeyri-müəyyən istəyir. Cavabımız D olacaq. Bu şəxsizdir. D variantı. Şəxsiz cümləni müəyyən edin. Ancaq Bəhlul bir daha görünmədi. Kim Bəhlul? Havaların çox xoş olmasına baxmayaraq payız idi. Bu şəxsizdir. O işin çoxluğundan başacı meydanca o müəyyən. Hər şey yenidən baxdılar. Qeyri-müəyyən. Nə isə burada mübtədadır. Ona görə cavabımız olacaq B variantı. Havanın çox xoş olmasına baxmayaraq payız idi. Şəxsiz cümlənin müəyyəni bizi təzə iş yerində yaxşı qarşıladılar. Kim? Onlar. Onlar olduğuna görə qeyri-müəyyən. Olduğuna görə yox, düşünə bildiyimizə görə. Kitabları sıraya düzməyi bizi tapşırdılar onlar. Kənddəki mədəniyyət sahəsinə diqqət yetirildi. Kim? Bu şəxs o. Cavan məgər sözə baxmazlar. Bu ümumi şəxslidir. İndiki zamanda kəndə kömək etməliyik. Müəyyən şəxslidir. Cavabımız C variantı. Söyləyinə baxma, söylədiyinə bax. Sən bax, bu ümumi şəxslidir. İkisini də hər kəsə demək ola bilər. Yəni atalar sözüdür. Hikmətamiz ifadədir. Hərəyə bir iş tapşırdılar. Lar var və kimlər tapşırır? Onları düşünə bilirik. Ona görə qeyri-müəyyən. Nümunələrin biri qeyri-müəyyən şəxsi cümlədir. Böyüyə hər yerdə hörmət edərlər. Ümumi şəxsli. Belələrində çox az təsadüf olunur. Şəxsiz. Uzun qış gecələrindən biridir. Şəxsiz. Sinif yoldaşlarımızı çox zövqlə otaqlarımızı çox zövqlə təmir ediblər. Kimlər eləyib bilmirik. Qeyri-müəyyən. İşləməyənə tənbəl deyərlər. Ümumi şəxsli. Onu nahaq yerə gözdən salıblar. Cümləsinin növünü müəyyən edin. Burada nə var? Onu nahaq yerə gözdən salıblar. Qeyri-müəyyən. Onlar salıb, kim saldığı haqqında məlumat yoxdur. Sadəcə onları düşünə bilirik. Ümumi şəxsi cümləni müəyyən edin. Müdirin otağında hündür, cüssəli bir kişi girdi deyil. Qonağa hörmət edərlər ümumi şəxsi. Qızın başlarında qorxu və təlaş var. Nə? Hamı məhkəmə iclasının başlanması ki, kim? Zarafata deyilən sözdən onlar inciməzlər. Kim? Cavabımız oldu B variantı. Növbəti. Şəxsiz cümləni müəyyən edin. Dostu qoyub qaçmazlar. Ümumi şəxsli hər tərəf qaranlıq idi. Yox. Nə idi qaranlıq idi? Nə hər tərəf? Hara hər tərəf. Bu xeyr, bu şəxslidir. Çünki xəbər ismi xəbərdir. Bu mübtəda olacaq. Novruz bayramı idi. Bu şəxsizdir. C variantı. Səni çoxdan gözləyirdim. Kim? Mən. Bugün kinoya gedəcək. Kim? Biz. Gecə bizi rəisin yanına çağırdılar. Larlərləndir, qeyri-müəyyəndir. Çünki onlar yoxdur. Sadəcə düşünə bilirik. 45 sualımız qaldı. Keçirik 91-ci suala. Arada bir fasilələr verirəm uşaqlar. Bir dəfə çatmır, nəfəs çatmır. Dərsə vaxtında hazırlaşarlar. Bu hər kəsə aiddir, hər kəsə deyə bilərsiniz. Bu ümumi şəxsli cümlədir. Dərsə vaxtında hazırlaşarlar. Onlar deyil, ümumiyyətlə deyilir bu. Qeyri-müəyyən şəxsi cümləni müəyyən. Həsrətli gözlər adlıq. Gecədən xeyli keçmişdi. Üçüncü şəxsin təkində mübtəda yoxdur. Şəxsiz. Nədənsə onlar mənə tərəf baxırdılar. Kim onlar? Müəyyən. İndi sizinkiləri də gətirəcəklər. Qeyri-müəyyən. Mənə yaman soyuqdur, şəxsiz. Bunu bilərsiniz də, yəqin ki, Lənkəran və Cənub bölgəsində olanlar mənə soyuqdur, mənə soyuqdur, yoxsa mənim soyuğumdur. Bu bir də mənə deyin. Mənə yaman soyuqdur, yoxsa mənim soyuğumdur. Məncə mənim soyuğumdur. Mənim soyuğumdur. Yəni soyuq ancaq mənə məxsusdur. Biri şəxsiz cümlədir. Otaqlarımızı gözəl təmin ediblər. Bu olacaq qeyri-müəyyən. Ana torpağımız səxavətlidir. Şəxsli, müəyyən şəxsli. Mart ayının axırlarıdır şəxsiz. Bugün işini sabaha qoymazlar. Ümumi şəxsli Qarabağ, Şuşa qalası və Xan sarayı bu oldu adlıq. Sular hərəkətli, torpaq bərəkətli dir. Şəxs şəkilçisi ixtisar olunub sular və torpaq nə sualına cavab verdiyinə görə olacaq müəyyən şəxsi cümlə. Şəxsiz cümləni müəyyən eləyin. Adam yorğanına görə ayağını uzadar. Kim? Müəyyən. Çaya çatmamış çırmalanma. Sən və yaxud ümumi şəxslidir bu. Şahbaz, sənə arxayın ola bilərəmmi? Mən arxayın, müəyyən şəxsli. Gecədən xeyli keçmişdi. Burada şəxsizdir. Bayaqki variantı da var idi bu. Məni kim axtarırdı? Burada müəyyən. Şəxsiz cümləni müəyyən edin. Vədinə xilaf çıxmayanlardan xoşum gəlir.
vədinə xilaf çıxmayanlardan xoşum gəlir. Burada xoşu gəlmək ümumiyyətlə frazeoloji olduğuna görə şəxssizdir. Sizinkilər müəyyən, məclisdəkilər müəyyən, bu işi sizə tapşıracaqlar qeyri-müəyyən, bağlar da bahar gözləyir, bağlar. Cavabımız oldu A variantı. O 97-ci sual. Şəxssiz cümləni müəyyən edin. Belə hadisəyə Bakıda tez-tez rast gəlinir. Cavabımız A-dır. Baxaq, sözü çox çeynəməzlər. Ümumi şəxsli. Kimsə yerindən dinlənmədi. Müəyyən şəxsli. Qocalara, böyüklərə hörmət edərlər. Ümumi şəxsli. Çox oxuyanın dünya görüşü də çox olar. Nə olar? Oxuyanın dünya görüşü. Müəyyən şəxsli. Ümumi şəxsli cümləni müəyyən edin. Şəhərin qonaqları televiziya ilə çıxış etdilər. Kim? Şəhərin qonaqları. İşi vaxtında görərlər. Ümumi şəxsli. Dağıdılmış obaları əhali abadlaşdırdı. Kim? Müəyyən. Komandalar, cəmaatlar müəyyən. Gənc şairin yaradıcılıq gecəsi nə keçirildi? Gənc şairin yaradıcılıq gecəsi müəyyən. Nümunədə biri qeyri-müəyyən şəxslidir. Qeyri-müəyyən şəxsli üçün biz lar axtarmalıyıq. Bunu çıxdıq, bunu da çıxdıq, bunu da çıxdıq. Bizi Bəsrədən yola saldılar. Qeyri-müəyyən. Qonaqlar hər yeri qarış-qarış gəzdilər. Burada müəyyən. Ümumi şəxsli cümlə hansıdır? Allah, 35 sualımız qalıb, amma bunun bir səhifəsi uşaqlar görünməyəcək yenə. Ümumi şəxsli cümlə hansıdır? Hamı torpağın qeyrətini çəkməlidir. Üçüncü şəxsin təkidir bu və müəyyən şəxsli hamı. Bir dəfə kətdə haykü oldu, bu şəxssizdir. Yaxşı dost çətin gündə tanınar. Kim? Dost müəyyəndir. Dostu dar gündə tanıyarlar. Ümumi şəxslidir. Sabah yanıma gələrsən, sən, bu da müəyyən şəxslidir. Şəxsi cümləni müəyyən edin. Novruz bayramını yaxşı keçirərlər. Bu hər kəsə aid oluna bilər. Daha çox qeyri-müəyyən götürək bunu. Bu bitkiyə dağlıq rayonlara təsadüf olunur. Şəxssizdir, cümlə xəbər var və mübtəda yoxdur. Ömrü mənalı yaşamaq lazımdır. Nədir lazımdır? Nə? Ömrü mənalı yaşamaq. Çünki lazımdır suala cavab verməyən predikativ xəbərdir və ismi xəbərdir. Kərim susmağı lazım bildi. Kim? Kərim. Ehtiyatlı igidin anası. Kim? İgidin anası. Cümlədə mübtəda var. Cavabımız B variantı. Növbəti müəyyən şəxsi cümləni müəyyən edin. Rayon səhiyyə şöbəsinin müdiri kimdir? Cavab kimdir? Kim? Rayon təhsil şöbəsinin müdiri müəyyən şəxsli. Digərlərinə baxmıram. Muradın keyfiyyət baxmaya şəxssizdir. İşin ən qızğın vaxtı idi, şəxssizdir. Səni aşağıda gözləyirlər, qeyri-müəyyəndir. Biz məktəbin dolaşında günorta idi, şəxssizdir. Bu cümlənin şəxsə görə növbə baxımından fərqlənir. Mübarizə aparan adam üçün məğlubiyyət ar sayılmaz. Nə? Məğlubiyyət müəyyən. Yalnız özünü düşünənlər. Kim? Müəyyən. Çıxacağım yerə səbri nərdivan edərəm. Kim? Mən şəxs sonluğu ilə bilirik, müəyyəndir. Xudbinlik axmaqlığın ən bariz göstəricisi nə? Xudbinlik. Bar verən ağacı kəsməzlər, ümumi. Hərəkət və hökm hamıya aid olur. Üçüncü şəxsin cəmindədir, ümumi şəxslidir. Baş sürülərdən biri ümumi şəxslidir, ikinci dərəcə üzvlərdə iştirak edib. Hamı müəyyəndir. Ellər bizi savunurlar müəyyən. Yeməyənin payını yeyərlər. Nə edərlər? Yeyərlər. Nəyi yeməyin payını? Bu ola bilər. İmtahanı vaxtında keçirəcəklər. Qeyri-müəyyən. Səbirlə çalışanlar kim? Cavabımız oldu C variantı. Növbəti sual. Hansı əmr cümləsini sual cümləsinə çevirmək olmur? Gəlin bunu intonasiyasını oxuyayım. Mən də tədqiqatla məşğul olum. Onlar da içəri girsinlər. Ardınca gəlin, bir şey olmaz. Biz də gəncləri dəstəkləyək. Heç kim bizi görməsin. Hamısı intonasiyanı oxuduq. Cavabımız oldu C variantı. Biri müəyyən şəxsi cümlələrin cərgəsini pozur. Eramız həftənin hansı gündən başlayır? Nə? Nisgildə həmişə kədər mehi var. Nə? Günəş olmaq istəyirəm. Mən, amma mübtəda yoxdur. Nəyi istəyirəm? Günəş olmağı istəyirəm. Sanki qurbağa gölünə daş atdılar. Daşı atdılar. Amma deyil, bu da müəyyəndir, bu da müəyyəndir, bu da müəyyəndir. Bu olur qeyri-müəyyən. İxtiralar hədiyyədir. Bu da müəyyən. Növbəti. Biri doğru deyil. Mənim haqqımda ağızlarına gələn danışmasınlar. Qeyri-müəyyən şəxsli. Düzdür. Qulamgilin adamları hazır dayanmışdılar. Kim? Qulamgilin adamı müəyyən. Tarlaya çıxmaq məsələsini bildirəndə kişiyə vay xəbəri verdilər. Düzdür. Qubada cənnətə düşürsən. Bu hər kəsə aiddir. Ümumi şəxsli. Namərd qabağından qaçmazlar. Ümumi şəxsli. Cavabımız D variantı. Növbəti, bura bəli, bura biraz işləri koruyur. İkinci dərəcəli üzvün iştirak etmədiyi müəyyən şəxsli. Məktəbli geyimi olmayanları danladılar. Bu qeyri-müəyyəndir ümumiyyətlə. Son vaxtlar heç belə darıxmamışdım. Necə? Burada ikinci dərəcəli üzv iştirak eləyib. Həyətdəki ağaclar artıq hansı iştirak eləyib? Yuxarı çıxanda tamam əldən düşmüşdü. Nə zaman? Həyati təmizləmək yadına düşmədi. Bu da olur müəyyən və mübtəda xəbərdən ibarətdir. Tələsən təndirə düşər. Kim tələsən? Müəyyən. Bizi çağırırlar. Qeyri-müəyyən. Bəs böyüyə hörmət etməzlər. Ümumi.
Səhər çağı adlıq, bağlara qulluq edilir. Kimisə tərəfindən şəxssiz, müəyyən, qeyri-müəyyən, ümumi şəxssiz, müəyyən, xeyr, müəyyən, qeyri-müəyyən, ümumi şəxssiz B variantı. Cümlənin şəxsə görə məntiqi aracılığı, cücəni payızda sayarlar, ümumi, qonağı belə qarşılayarlar, ümumi, indi şəhərimizdə göydənlərə tez-tez rast gəlsə, ümumi, onun sözlərinin yenə də həll qoyulmadı, bu şəxssiz. Hamı gərək öz işinə görə kim müəyyən. Tövlə içərisində ona bir ikinci vermişdilər, qeyri. Səkiyə qalxan kimi onu yuxu apardı, olmaz. Ağır otur, batman gəl, ümumi. Verilənlər içərisində yoxdur. 100 ölç bir bic, ümumi. Onun dəyişlərində məhəl qoyulmadı, şəxssiz. Kəndin kənarında səfalı bir yer, adlıq. Onun nahaq yerə gözdən salıblar, qeyri-müəyyən. Müəyyən yoxdur deyəsən, müəyyən yoxdur. Verilənlər içərisində sayılı cümlənin şəxsə görə növlərinə aid hansı yoxdur. Balaca olduğu üçün mehmana cırtdan deyirlər, qeyri-müəyyən. Adlıq. Səlim bəyin ağlı başına gəlməmişdir, şəxssiz. Buralarda addımbaşı qayğı ümumi, müəyyən yenə yoxdur. Ay oğul, insan bu qədər alçalar, ay oğul, insan da bu qədər kim insan bu müəyyən, qeyri-müəyyən axtarırıq biz hələ. İstiya günlərinin birində turistlər bulvara yaxşı dincələrlə, turistlər müəyyən oldu. Nəqliyyatda uşaqlı qadın və qocalara yer verərlər. Bu ümumi şəxslidir. Ağlamayan uşağa süd verməzlər, ümumi şəxslidir. Elə bil Yəmən xanımın başına bir qazan qaynar su tökülər. Kim töküb bilmirik. Üçüncü şəxsin cəmindədir və elə bil modal sözü işlənilib. Sonra yalnız baş sözlərdən ibarət fe'li xəbərli nümunəni müəyyən edin. Bu fe'li xəbər deyil. Bu da hər köhnə pisdir. Bu da fe'li xəbərli deyil. Rüstəm kişinin ötkəmliyi xoşuma gəlmədi. Bu şəxssizdir. İclasa aydına söz verdilər. İclasda bu nə oldu? Nəsə açılmadı bu. Bu cümlənin başında, bu dərsin başında nəsə iş var. İclasa aydına söz verdilər. Kim verib bilmirik, qeyri-müəyyəndir. Maya evə çıxanda artıq hava qarı. Bir dəqiqə nə deyir bura? Rüstəm kişinin ötkəmliyi xoşuna gəlmədi. Müəyyən şəxs, ən böyük sərvət mənə. Yalnız baş sözlərdən fe'li xəbərli. Hər köhnə pis deyil, hər Rüstəm iclasda aydına söz verdilər. Artıq hava nə etmişdi, qaralmışdı, nə hava. Variant. Diqqətli baxmaq lazımdır. Nə hava, havada burada fe'li xəbərlidir. Aşağıdakı sayılı cümlənin növlərini. Fabrik söhbətindən sonra şəxssiz. Oturub duranda belə adamlara oturub durasan, ümumi şəxsli. Harada isə ocaq və təndir qaladılar, qeyri-müəyyən. Şəxssiz, ümumi, qeyri-müəyyən. Şəxssiz, ümumi, qeyri-müəyyən. C variantı. Verilmiş, deməli artıq 20 sualımız qalıb uşaqlar. Verilmiş artıq getmir. Düz 1 saatdır. 10:49-da başlamışdım. Verilmiş sadə cümlələrin birində şəxsə görə növü digərlərindən fərqlənir. Bəziləri hələ də bu mövzuda ətrafında danışırlar. Qeyri-müəyyən. Yox, kim, bəziləri müəyyən. Bu gün iclasda sizinlə məsələdə şəxssiz. Sanki bir dəqiqə, bu gün sizinlə məsələdə baxacaqlar. Bu qeyri-müəyyən, sanki bir qeyri-müəyyən. Keçən il burada yarış keçdilər, qeyri-müəyyən. Bizi dünən məktəbə çağırdılar, qeyri-müəyyən. Cavabımız A variantı. Dənizkənarı bax, adlıq. Uzun illərin ayrılığından sonra əlinin Almaniya gəlmək xəbərini eşitdik, müəyyən. Uman yerdən küçələr ümumi, adlıq müəyyən, ümumi. D variantı. Növbəti sual 118-ci sual. Biri qeyri-müəyyən şəxsli cümlə deyil. Ağılın çoxluğu yaşın böyüklüyü kiçikliyi ölçülməz. Nə ağılın çoxluğu? Bu müəyyən cümlədir. Müəyyən şəxslidir. Etlər düzdür, qar düzdür, biri bir yerdə düzdür, elə bil arxadan düzdür, qeyri-müəyyəndir. Növbəti belə olmadı sən. Cümlənin bir ümumi şəxslidir. Yemək yeyərkən danışmazlar. Ümumi şəxslidir. Digərlərinə bax, səni orada çox saxlamazlar, burada sənəd qəbul edirlər. Məktəbdə bizi yaxşı qarşıladılar. Bunlar qeyri-müəyyəndir. Onu beləcə buraxmaq qeyri-müəyyəndir. Şəxsiz cümlə. Qaranlığa daş atmazlar, ümumi. Mənim barəmdə artıq əsl danışmasınlar, qeyri-müəyyən. Yuxarılar bu fikrə etmədilər. Kim yuxarılar? Yəni mübtəda var, qışın əvvəlləri idi, şəxsiz. Ümumi şəxsi cümləni müəyyən edin. Dəniz uğultusunu hamı eşidirdi. Hamı kim? Fırtına davam edir. Nə? Magizəsi şəxsiz. Onlar həyatda çalışırdılar. Müəyyən, qapıya gələni qovmazlar, ümumi şəxsli. Biri şəxssiz cümlədir. Yerdə, göydə ot tutub yanır. Nə? Yer, göy. Elnurun bu işdən heç xoşu gəlmədi, şəxsizdir. Qullar kim? Müəyyən. Yayın ortalarında tanış olmuşdu. Şəxs sonluğuna görə müəyyən. Şagirdlər Fransaya yol düşəndə havalar soyumuşdu. Nə havalar? Növbəti sualımız şəxsiz cümləni müəyyən edin. 123-cü sual. Qələt yağ küpəsindədir. Nə? Qapının tabirdə açılması nə?
Buna niyə indiyədək diqqət yetirməyiblər? Onlar qeyri-müəyyən. Sən gələndə gecənin yarısından keçmişdi şəxsiz. Üçüncü şəxsin təki və mübtəda yoxdur. Vətənə sədaqət nümunəsi göstərək biz. Biri şəxsiz cümlədir. Piyada gəzmək xeyirlidir. Nə? Piyada gəzmək. Sonra doğrudan heç sizinlə maraqlanmadılar. Kim onlar? Hər şeyi üzə vurmazlar, qeyri-müəyyən, hər şeyi üzə vurmazlar. Ümumi. Gözəl bir gündə tamaşanın premyerası oldu. Nə oldu? Tamaşanın premyerası oldu. Baş tutdu mənasındadır bu. Fikrimiz artıq cavabımız E olacaq. Burada nə etdi oldu? Nə? Tamaşanın premyerası oldu. Cavabımız oldu E variantı. Hansılar qeyri-müəyyən şəxsi cümlədir? Baxaq bunlara. Lar olmalıdır burada. Tanları çıxırıq. Maşallah hamısında var. Bu uşağın gələcək olacağı deyirlər, qeyri-müəyyən. Yeməyənin malını yeyərlər, ümumi şəxsli. Dost müəyyəndir. Gecə saat 2-3 saatında bizi oyatdılar, qeyri-müəyyəndir. Bu məsələyə bir elə diqqət yetirmirlər. Qeyri-müəyyən dostları tez-tez alır. Dostları kim? 1 4 5 cavabımız D. Cümlələrin şəxsə görə növünü hansı bənddə? Hər yanda onun misilsiz mövzularından onun danışılırdı, şəxssiz. Hər yanda onun misilsiz mövzularından danışırdılar, qeyri-müəyyən. Şəxssiz və qeyri-müəyyən olmalıdır. Birincisi şəxsi, ikincisi qeyri-müəyyən. 8 sualımız qalıb. Cümlələrlə bağlı yanlış fikirlər. İndi quşların bala çıxaran vaxtıdır. Şəxsiz cümlə. Nədir? Bala çıxaran, düzdür, bu düzdür. Quşları saxlamaq üçün qəfəsdə yer düzəltdilər. Qeyri-müəyyən şəxsi cümlə. Bu da düzdür. Tez çoban qulunun ardınca yüyürdük. Qeyri-müəyyən şəxsi cümlə. Tez çoban qulunun ardınca yüyürdük. Qeyri deyil, müəyyəndir. Artıq onun bərk yuxusu gəlirdi. Bu şəxsizdir. Bu günün işini sabaha qoymazlar, ümumi şəxsdir. Cavabımız 3-dən 4. A variantı. Çünki burada şəxs olduğuna görə deyə uşaqlar. Cümlələrlə bağlı doğru fikri müəyyən edin. Meşə dərin sükut içində idi. Nə meşə? Düzdür. Sonra maşallah bu gün imkan verməyəcəklər mən bu videonu çəkim bitirim. Zəngin dağılacaq. Uşaqlar azıb meşənin dərinliklərinə gəlib çıxıblar. Bir dəqiqə. Mən bir doğru fikir. Meşə dərin sükut içindədir. Hara meşə? Bu düzdür. Uşaqlar azıb meşənin dərinliklərinə gəlib çıxdılar. Xeyr, bu müəyyəndir. Məqaləni oxuyanda çünki uşaqlar çıxıblar. Məqaləni oxuyanda Nadir bir narahatlıq hiss etdi. Kim? Nadir müəyyən şəxsi cümlədir. Bu doğru olmalı idi. Qəzada xəsarət almış yaralılara yardım edildi. Bəli, şəxsizdir. Bay variantının dışına baxmazlar. Ümumi şəxsi düzdür. Cavabımız 1-4 C variantı. 129-cu sual. Cədvəldə hansı fikirlərin yeri dəyişdirilsə uyğunluq bərpa olunar. Ümumi şəxsidir. Ağlamayan uşaq düzdür bu. Böyük başını kiçik işə qatma. Bu ümumi şəxslidir. Müəyyən deyil. Bilik insanın bəzəyidir. Nə bilik? Bu müəyyəndir. 2 ilə 3-ü dəyişəkdə. A variantı. Kənddə tonqallar qalandı. Nə tonqallar? Qeyri-müəyyən bizə düzdür bu da. Bu da düzdür. Qeyri-müəyyən şəxsi cümlələri müəyyən. İndi gəlib səni apararlar bu. Hərə bir söz deyirdi. Kim? Hərə müəyyən şəxsli. Bəziləri imtahan vaxtına əvvəl vermişdilər. Kim? Bəziləri. İmtahanlar barədə çox yaxşı fikir söyləyirlər. Qeyri-müəyyən. Yeməyənin payını yeyərlər. Ümumi şəxsli 1-4. 5 sualımız qalıb. Verilmiş sözlü birləşmələrin hansı şəkillərin itərəsi bitmiş fikir ifadə edər? Mənəvi dəyərdir. Sinif nümayəndəsi sən. Sinif nümayəndəsi dir. İkisi də ola bilər. 2, 4, 5. Şəxsiz cümlələri müəyyən edin. Gecikdiyimizə görə bizə də xəbərdarlıq edildi. Şəxsiz, hələ ki uşaqlardan bir xəbər yoxdur. Nədir? Yoxdur. Nə xəbər? Müəyyən. Qar yağmağa başlayanda artıq qaranlıq idi. Qar yağma. Burada şəxsiz. Bugün Akifin ad günüdür. Şəxsiz. İndi şəhərdə hündür binalara tezə. Bu ümumi şəxsli. 1, 3, 4. Şəxsiz cümlələri müəyyən edin. Ayaq səsləri eşidilməz oldu. Nə? Müəyyən. Yazın əvvəlləri idi. Şəxsiz. Həqiqətləri danışmalıyıq. Həqiqətləri danışmalıyıq. Kim? Biz. Maşallah. Tamaşanın həyəcanlı anları idi. Nə idi? Bu şəxsiz. Gözəllik 10-dur 9-un nə sualına cavab verir? 9-u igidlikdir. 2, 4. Şəxsiz cümlələr sel gələcəyini ağlıma gətirmirdim. Müəyyən. Yoxdur. Mən gətirmirdim. Hə, var. Bir dəqiqə. Mən
Sel gələcəyini alma gətirmirdim. Bu ola bilər. Sanki bu qeyri-müəyyən, may ayında şəxssiz, rəisin tapşırığına əməl edildi. Şəxs dostları bu 3-4. Dəqiqə nə edirdim? Ağlıma gətirmirdim. Mən ağlıma gətirmirdim. Sel gələcəyini ağlıma gətirmirdim. Nə edirdim? Ağlıma gətirmirdim. Kim? Mən. Mən gətirmirdim də. 3-4. Sonuncu sualımız bizim. Hansı cümlələrin əvvəldə şəxsə görə növü düzgün göstərilib? Şəxssiz. Mənim Yar Məmməd heç gözüm su içmir. Düzdür. Adlıq cümlə. Yanlışdır. Müəyyən şəxs cümlə. İmranın otağı bu adlıqdır. Doğrudan da tələbələr bu müəyyəndir. Doğma yurtda qaydında rahat nəfəs alırsın. Bu hər iki saytdır. 1-4. Uşaqlar növbəti izahlarda görüşərik hələlik.